Aslında insanıq da. Mənə zəng elədi ki, bəs yaxamızın bir xeyir işi var. Dedim ki, mübarək, sən bilirsən ki, mən yarım saat xalara çox gedirəm. Özdə 2 gün qalmış zəng eləyib mənə. Ki, bəs Kamil, ora mütləq gəlməlisən. Bilsən necə çağırır? Yəni əmir kimi də, yəni gəlməlisən ora. Mən başa düşə bilmirəm. Elə bir ki, birdən ki kimi çörəyim, suyum, nə bilim, mübarizdən gəlib, mən başa düşə bilmirəm. Yəni, sən belə əmrinə, biraz mənə ləzzət eləmədi o açığı. Peki, sən xahiş nə eləsəyd ki, Kəmalə xanım, çox xahiş edirəm, dostluq, yoldaşıq, biz hörmətə gəl. Söhbət bu problemi deyil. Yəni, o şirin deyir, şirin dilbi ver. İndi biraz əmrlə danışdı, biraz belə kobud danışdı ki, yoxsa orada olmalısan. Dedim, mübariz, valla, mənim işlərim var, vaxt eləsəm gələrəm. İndi gedə bilməmişəm. Çıxıb efirdə belə kobud danışmaq lazım deyil. Sən kişi xaylağıdır. Qadın xeylağı olsaydı, mən buradan ona elə sözlər deyərdim ki, valla heç gerək daha o bir də bu yanlara gəlməzdi. Kişi xaylağıdır. İndi mən ona nə deyim? O kişiliyinə sığışdırır. Efirdən mənə elə sözlər deyir ki, ay bunun başı batsın. Birincisi o nə danışıqdır? Kişiyə yaraşan bir şey deyil. Mən valla bilmirəm. Mən yəni özümü o şeyə çatdırıb ona buradan heç nə deməyəcəm. Nə də kobud danışmayacam. Amma ayıb olsun. Yəni o danışıq çox ayıb olsun. Ben mübariz buradan sənə deyirəm. Yəni bir kişi qadından elə danışmaz. Çox ayıbdır. Ay başı və ay çağırdım. Nə bilim, mənlə toyları. Ona qalsa mən Əlikram Bayramovla qapı-qapı toylar gəzmişəm. Hələ o kişi bir dəfə ağzını alıb demir ki, mən Kəmaliyə xeyir vermişəm, çörək vermişəm, nə bilim, nə vermişəm. Bu kişi, hələ bunun haqqı çox deyir mənim üstümdə. Sənin nə haqqın var ki, mənim üstümdə? Sən çıxıb deyirsən, belədir, beş mekandır. Show biznesdə kişilərdən, yəni sənətkarlardan, bu kişinin haqqı çoxdur mənim üstümdə. Yəni hamı da bilir, mən o heç vaxt danmamışam, harada gedmişəm, bilmişəm. Amma sən aşıq mübariz, 2-3 dəfə sənlə toya gedmişik deyə sən çıxıb belə danışırsan. Mən yenə də deyirəm, o qadın olsaydı mən buradan ona yaxşı sözlər deyərəm. O kişi xəylaqdır, mən ona nə deyim? O kişiliyinə sığışdırıb belə danışır. Amma mən qadın olaraq öz tərbiyəmi qoruyub saxlayıram. Heç nə demirəm ona.